Salam hörmətli izləyicim, Qəbələ rayonu Bunut kəndində, asfalt yolun kənarında, 6 sotda belə bir ev satışa çıxarılıb. Xatırladım ki, məlumat verim bütün torpaq barədə, ondan sonra evin için sizə çəkib təqdim edəcəm. Üstün cəhətdə var, mənfi cəhətdə var. Bir, bu kəndin suyu, işığı, əla, hər şeyi var. Asfaltın kənarında yerləşir, kəndin girişindən, yəni bura təqribi 1500 metr, yəni 1600 metr olar. Bu asfalt yolun kənarında yerləşir. İşıq xətti, telefon, internet xətti. Burada bir şey var, onu göstərim. Adətən maraqlananlar bu. Onun birisində burada deməli vışqa deyirik, antena var. Hansısa operatörün antenası var. Həyət genişli, fındıq ağacları var. Həyətin girişi bu formada təqribi 20-nin 30 ölçüdə olan bir həyətdir. Kirayə üçün yarı-yarımı yarıyar. Yəni internet probleminiz olmayacaq. Suyu var. Su gəlir abi. Suyu var. Amma quruyubdur. Ha, oradan bağlayıblar donmasın deyə. Deməli, satışdadır. Həyətində sanitar qovşaq oxşayan bir şey var. Abi evin içi nətərdir? Normaldır. Hamam tuvalet hazır değil böyle. Hamam tuvalet hazır. Setten problem yoktur. Ha, setdən problem yoxdur. Evin qiyməti 45 min manat. Yəni sahibi nə deyib onu deyirəm sizə. Çünki realı danışım. Burada deməli sanitar qovşaq üçün hazırlanmış ərazidir. Deməli evin içinin quruluşu bu formadadır. Studiya mətbəxi var. Baxın mətbəx buradan burada studiya formasında 2 yataq otağından ibarətdir. Bu bir yataq otağıdır. Bura isə ikinci yataq otağı. Belə ətraflı məlumat üçün yorumlarda yazın. Zəng edin. Gəlin baxın alın. İzləmədə qalın.